Salam, hər vaxtınız xeyir olsun. Qaldığımız yerdən çalışmaların həllinə davam edirik. Deməli, növbəti çalışmamız 8-ci tapşırıqdır. 8-ci tapşırığın həllinə birlikdə baxaq. Deməli, hansı hasil ədədin sadə vurğulara ayrılışıdır? Demək ki, bizim verilən ifadəmizdə sadə vurğulara ayrılışı sözü iştirak edirsə, demək ki, həmin vurğuların içərisində mürəkkəb ədəd olmamalıdır. Yalnız sadələrdən ibarət ədədlər iştirak etməlidir. A variantına diqqət edin. 2, 2, 3, 3. Hər biri sadədir, ona görə bu doğrudur. Növbəti B variantında 2, 3, 3, 6 var. 6 olduğuna görə bu sadə vurğulara ayrılış deyil. C variantı doğrudur. 2 və 3-lərdən ibarətdir. D variantı 2, 3, 5-in hasilləri və qüvvətləri şəklində hasilləri iştirak edir. Ona görə bu sadə vurğulara ayrılışıdır. E variantında gördüyünüz kimi 10 iştirak edir. 10 mürəkkəb ədəd olduğuna görə E variantı yanlış olur. F variantında 6 var. Qüvvə şəklində versə belə bu bizə sadə vurğular ayrılışı olan ifadəni göstərmir. G variantına baxaq. G variantında deməli 2-lər, 3-lər, 5 və 7 iştirak elədiyinə görə bu doğrudur. H variantında isə 2, 3, 5, 7, 11. Demək ki, hamısı sadə ədədlərin hasilindən ibarət olduğuna görə sadə ədədlərin vurğulara ayrılışı mürəkkəb ədədin sadə vurğulara ayrılışı şəklində göstərilmiş ifadədir. Yəni H variantı da doğrudur. Keçək növbəti çalışmamıza. 9-cu çalışmada ədədləri sadə vurğulara ayırın deyir. Ədədləri sadə vurğulara ayırarkən verilmiş ədədi sadə vurğuların hasilləri şəklində yazmaq lazımdır. Bunun üçün dərsin daxilində qeyd olunan sxemdən istifadə edə bilərik. 45 ədədini ən kiçik sadə ədədlərə ayıraq. Ən kiçik sadə ədəd 3-ə bölünür 15 dəfə, 3-ə bölünür 5 dəfə, 5-ə bölünür 1 dəfə. Demək ki, 45 ədədi sadə vurğulara ayrılışın yazarkən 3 vur 3-ün kvadratı vurulsun 5 şəklində yazmaq lazımdır. Digər ədədə diqqət yetirək. 60. 60 ədədini vurğulara ayıraq. 2-yə bölsək 30 edir, 2-yə bölsək 15 edir, 3-ə bölsək 5, 5-ə bölsək 1 dəfə. Demək ki, verilən 60 ədədini 2-nin kvadratı vurulsun 3 vurulsun 5 şəklində yazmaq olar. 54 ədədini vurğulara parçalayaq. 2-yə bölsək 27, 3-ə bölsək 9, 3-ə bölsək 3, 3-ə bölsək 1 edir. Deməli, 54 ədədi 2 vur 3-ün kubu şəklində yazılacaq. 75, 3 vurulsun 25-dir, yəni 3 vurulsun 5-in kvadratı olur. 88, 8 vurulsun 11-dir, 2-nin kubu vur 11 kimi yazıla bilər. 90 ədədini 3 vurulsun, deməli 9 vurulsun 10 kimi yazmaq olar. 10-u 2 vur 5, 9 isə 3-ün kvadratı kimi göstərmək olar. 120 ədədi 8 vurulsun 15-dir, yəni 8 2-nin kubu edir. 15 ədədi 3 ilə 5-in hasilinə bərabərdir. 160 ədədi deməli 16 vurulsun 10-dur. 16 vur 10-u deməli 16 2 üstü 4-dür. 10 2 vur 5-dir. 2 üstü 5 vurulsun 5 kimi yazmaq olar. Və yaxud da ki 32 vurulsun 5 kimi də nəzərdə tutmaq olardı. 140 ədədi. 140 ədədi 14 vurulsun 10-dur. 14 2 ilə 7-nin hasildir. 10 2 ilə 5-in hasildir. Demək ki, 2-nin kvadratı vur 5 vur 7 kimi yazmaq olar. 225 15 vurulsun 15-dir. Və yaxud 9 vurulsun 25 kimi də göstərmək olar. 9 3-ün kvadratı 25 5-in kvadratına bərabərdir. 240 ədədini sadə vurğulara ayıraq. 240 ədədini sadə vurğulara ayırsaq 24 vurulsun 10-dur. 8 vurulsun, deməli, ayrıca göstərək. 240 ədədi, deməli, 8 vurulsun 3, 24-ü 10 isə 2 vurulsun 5-i göstərir. 8 2-nin kubudur, bir dənə 2 əlavə isə 2 üstü 4, 3 və 5. Bu şəkildə yazmaq olar. 2 üzəri 4, 3 vurulsun 5. 264 ədədini vurğulara parçalayaq. 2-yə bölünür 130 2 dəfə, 2-yə bölünür 66 dəfə. Yenidən 2-yə bölsək 30 3 edəcək, 3-ə bölünür 11, 11-ə bölünür 1 dəfə. Demək ki, 2-nin kubu vurulsun 3 vurulsun 11-ə bərabərdir. Digər ədədə diqqət edək. Deməli, 324 ədədi 18-in kvadratıdır. 18 özü
2 vurulsun 3-ün kvadratıdır. 2 vurulsun 3-ün kvadratını 2 dəfə yazsaq, deməli, kvadrat kimi də göstərmək mümkündür və yaxud 2 üstü 2 vurulsun 3 üstü 4 kimi də yazmaq olar. Deməli, 2 üstü 2 vur 3 üstü 4. 360 ədədi. 360 ədədini 36 vur 10 kimi 36. Deməli, 6-nın kvadratıdır. Yaxud ayrıca vurğulara parçalayaq, işimiz daha asan olsun. 2-yə bölünür 180 dəfə, 2-yə bölünür 90, 2-yə bölünür 45, 3-ə bölünür 15 dəfə, 3-ə bölsək 5, 5-ə bölsək 1 dəfə. Deməli, 2 üstü 3 olacaq, sonra 3 üstü 2 olacaq, bir də 5 özü iştirak edir. Olacaq 2 üstü 3, sonra 3 üstü 2, bir də 5. 420-ni vurğulara ayıraq. 420. 2-yə bölünür 210. 3-ə bölünür 70. 2-yə bölünür 35. 5-ə bölünür 7. 7-yə bölünür 1 dəfə. Gördüyünüz kimi 2-dən iştirak etdiyinə görə 2 üstü 2, 3, 5 və 7 kimi yazmaq olar. Deməli, 2 üstü 2, 3, 5 və 7 kimi göstərmək olar. 500 ədədi 5 vurulsun 100 deməkdir. 100 özü 4 ilə 25-in hasilidir. Demək ki, 500 ədədini 5 vurulsun 2 üstü 2 vurulsun 5 üstü 2 şəklində də yazmaq olar. 625 ədədi 5-in 4 dəfə hasilini verir. Birbaşa 5 üstü 4 kimi də yazmaq olar. 320 vurğuları ayıraq. 320-ni 2-yə bölünür 160 dəfə, 2-yə bölünür 80 dəfə, 2-yə bölünür 40, 2-yə bölsək 20, 2-yə bölsək 10, 5, 5-ə bölsək 1 dəfə. Deməli, 1, 2, 3, 4, 5, 6. 2 üstü 6 vur 5-ə bərabər olacaq. 2 üstü 6 vurulsun 5. 9-cu tapşırığımız da bu qədər. Keçirik növbəti çalışmaya. 10-cu tapşırıqda. Deyir ki, ədədin sadə vurğular ayrıcılığından istifadə edərək onun bütün bölənlərini tapın. Deməli, bütün bölənlərini tapmaq üçün 2 vur 3. Demək ki, bizim ədədimiz 2-yə bölünür, 3-ə bölünür, bunların hasili olduğu ədədə bölünür və bütün naturallər də 1-ə bölündüyünə görə bu ədədin bölənlərini tapsaq 1, 2, 3 və hasil olan 6 ədədi olacaq. Sonra 5 vurulsun 7. Eyni qayda ilə 1, 5, 7 və hasilləri olan 35 olur. 3-cü ədədə baxırıq. 5 vur 7 vur 11. Deməli, bütün ədədlər 1-ə bölünür. Ona görə yazırıq. 5-ə bölünür, 7-yə bölünür, 11-ə bölünür. Sonra 5 ilə 7-nin hasili 35-ə bölünəcək. 5 ilə 11-in hasili 55-ə bölünəcək. 7 ilə 11-in hasili 77-yə bölünəcək. Bir də ümumi hasillərinə bölünəcək ki, 55-i 7-yə vuraq. 55 vurulsun 7. 75-in 35, 5 yazırıq. 3 yadda, yenidən 35, 3 əlavə etsək 385. Demək ki, bir də 385 iştirak edir. Sonra 2 vur 2 vur 7. Bunun bölənlərinə diqqət edək. Bölündüyü ədədlər hansılardır? Deməli, verilmiş ədəd bütün hallarda 1-ə bölünür, sonra 2-yə bölünür, 7-yə bölünür, 2-lərin hasili 4-ə bölünür, sonra 2 ilə 7-nin hasili 14-ə bölünəcək, sonra isə 2 vur 2 vur 7, 4 7-ni 28-ə bölünəcək. Sonra davam edək növbəti. 2 vur 3 vur 3. Ədəd özü 1-ə bölünür, sonra 2-yə bölünəcək, 3-ə bölünür, sonra 2 ilə 3-ün hasili 6-ya bölünür, 2 ilə 3 6 yenidən təkrardır, sonra 3 ilə 3-ün hasili 9-a bölünəcək, sonra 2 vur 3 6 vur 3 18-ə bölünəcək. 5 vur 5 vur 5. Bu ədədlərin bölündüyü ədədlər 1-ə bölünür, sonra 5-ə bölünür, sonra 5-lərin hasili 25-ə bölünəcək, bir də hər üçünün hasili olan 125-ə bölünür. Bu ədədlərin də bölündüyü ədədlər
1, 5, 25 və 125 olur. Çalışmaların ardından davam edirik. Deməli, bizə əlavə olaraq diqqət bölməsində verilən ədədin əlverişli üsullarla sadə vurğular ayrılması qaydası göstərilib. Həmin ədədlərdən istifadə edərək də biz növbəti çalışmamızı, yəni 11-ci çalışmanı da yerinə yetirə bilərik. Deməli, ədədləri əlverişli üsullarla sadə vurğuları ayıra bilmək üçün 56 hansı ədədlərin hasilidir? Ona diqqət edək. 56 8 vur 7-yə bərabərdir. 7-nin özü sadə ədəd olduğuna görə 8-i 2 üstü 3 şəklində göstərib 7-yə vurmaq lazımdır ki, bu sadə vurğulara ayrılışı kimi də göstərilə bilər. Sonra 80 ədədinin özü, 80 ədədi 8 vur 10 şəklində 8 vurulsun 10 şəklində yazıla bilər və yaxud 16 vurulsun 5 şəklində də yazıla bilər. Burada 5-in özü sadə ədəd olduğuna görə 16-nı 2 üstü 4 vurulsun 5 kimi də göstərmək olar. Sonra 88-in özü 8 vurulsun 11 deməkdir. Yenidən 8-i 2 üstü 3, 11 isə olduğu kimi göstərmək olar. 17 vurulsun 10. Deməli, 17 öz sadə ədəd olduğuna görə 10 ədədinə 2 vur, 5 vur, ardınca 17 yazmaq olar. 150 ədədini, deməli, 2 vurulsun 3. 150 ədədi 6 ilə 25-in hasilidir. Deməli, və yaxud da bunu 6 vur 25 kimi deyil, 10 vurulsun 15 kimi də yazmaq olar. 10 ədədi özü 2 vurulsun 5-ə, 15 isə 3 vurulsun 5-ə bərabərdir. Ona görə bunu 2 vur, 3 vur, 5-in kvadratı kimi də göstərmək olar. 280 ədədi 28 ilə 10-un hasilinə bərabərdir. 28 ədədinin özü 4 vur 7-dir, yəni 2 üstü 2 vur 7-dir. 10 isə 2 vurulsun 5-ə bərabərdir. Ona görə bunu 2 üstü 3, 5 və 7 ədədlərinin hasili kimi yazmaq olar. 225 ədədi, deməli, 9 vurulsun 45 şəklində yazmaq olar. Daha doğrusu 225-i 15 vurulsun 15 kimi yazmaq olar. 15 ədədinin özü 3 vurulsun 5-dir. Digər 15 ədədi 3 vurulsun 5-dir. Ona görə 3-ün kvadratı vurulsun 5-in kvadratı kimi yazmaq olar. 300 ədədi 3 vurulsun 100-dür. 3 olduğu kimi yazırıq. 100 isə 4 ilə 25-in hasilidir. Yəni 2-nin kvadratı vurulsun 5-in kvadratı. 400 ədədi də həmçinin 4 vurulsun 100 kimi yazmaq olar. 4-ü 2 üstü 2 kimi, 100 ədədinə 2 üstü 2 vurulsun, 5 üstü 2 kimi yazsaq, nəticədə 2 üstü 4 vurulsun, 5 üstü 2-ni almış oluruq. Keçək növbəti çalışmamıza. 12-ci tapşırıqda bizə deyir, tərəfləri 3 və 5 metr olan düzbucaqlı formasında bağçanın perimetr və sahəsini tapın. Deməli, biz düzbucaqlı çəkək. Tərəflər 3 və 5-ə bərabərdir. Bizdən istədiyi perimetr və sahəsinin tapılmasıdır. Perimetrini taparkən 2 vurulsun 3 plus 5 şəklində yazırıq. Toplasaq 8, 2-yə vursaq 16. Sahəsi isə 3 ilə 5-in hasilinə bərabərdir ki, 15-ə bərabərdir. Metr perimetri, metrin kvadratı isə sahəsini verir. Bu bağçanın perimetri və sahəsi sadə ədədlərlə ifadə oluna bilərmi? İzah edin. Sadə ədədlərlə ifadə oluna bilərmi? 16 ədədi 2 üstü 4 şəklində vurğulara parçalana bilər. 15 isə 3 vurulsun 5 şəklində göstərilə bilər. Hər ikisi mürəkkəb ədəddir. Sadə vurğuların hasilləri şəklində göstərilməsi mümkündür. Növbəti çalışmaya diqqət edək. Səbinə və Anar 120 ədədinin sadə vurğularına ayırırlar. Kimin cavabı doğrudur? Deyir ki, 120 ədədi, deməli, son nəticədə 2 vur, 2 vur, 2, 3, 5 ədədləri qüvvə şəklində 2 üstü 3, 3 üstü 1, 5 üstü 1 şəklində yazıb. Bu Səbinənin yanaşmasıdır. Anarın yanaşması isə belədir ki, 120 ədədini əvvəlcə hasillər şəklində göstərir və ən sonunda 2 vur, 2 vur, 5 vur, 6 şəklində göstərib ki, 2 üstü 2, 5 üstü 1 və 6 üstü 1-dir. Bu yanlışdır. Nəyə görə yanlışdır? Çünki 6 ədədinin özü mürəkkəb ədəddir. Ona görə sadə vurğulara ayrılışı formasında göstərilməsi mümkün deyil 6 iştirak etdiyi halda. Keçək növbəti çalışmamıza. 14-cü çalışmada bizə
verdiyi sual nədən ibarətdir? Tədbir zamanı 91 kökəni boşqablara bərabər paylamaq istədilər. Kökələri paylamaq üçün ən azı neçə qab lazımdır? İlk bunu axtaraq. 91 ədədinin özü 7 vur 13 hasilinə bərabərdir. Demək ki, burada iki variant var. Ya 13 boşqab olmalıdır. 13 boşqab olmalıdır ki, hər birində 7 ədəd kök olsun, yaxud 7 boşqab olmalıdır ki, hər birində 13 ədəd kökə olsun. İndi bizdən istədiyi nədir? Ən az neçə qab lazımdır? Demək ki, boşqabların sayının az ola bilmə ehtimalı 7-dir. Birinci sualımızın cavabı budur. Deyir, bu halda hər qabda neçə kökə olacaq? O da cavab 13-ü verir. Növbəti çalışmamıza baxaq. Rəsm dərnəyində müəllim 55 karandaşı şagirdlər arasında bərabər payladı. Sonra o 22 fırçanı da bu uşaqlar arasında bərabər payladı. Hər uşağa neçə karandaş və neçə fırça düşdü? Deməli, 55 karandaşı şagirdlər arasında bərabər payladı. Deyirsə, 55 ədədini sadə vurğuların hasili şəklində göstərək. 5 vurulsun 11-ə bərabərdir. 22 ədədi isə 2 vurulsun 11-ə bərabərdir. Karandaşı şagirdlər arasında bərabər payladı. Sonra o 22 fırçanı da bu uşaqlar arasında bərabər payladı. Demək ki, burada uşaq sayları hər ikisində eynidir. Hər ikisində uşaq sayları eynidirsə, demək ki, bizdə bu vurğulara ayırmada eyni olan ədəd ki var 11, bu bizə şagirdlərin sayını göstərir. Şagirdlərin sayını göstərir. İndi karandaşdan hər 11 şagirdin hər birinə ayrı-ayrıda neçəsi verilib? 5-i. Bəs fırçalardan neçəsi verilib? İkisi verilib. Son sual nədir? Hər uşağa neçə karandaş, yəni 5 karandaş və neçə fırça düşdü? 2 fırça düşdü. Yəni bir uşağa toplamda 5 karandaş, 2 fırça düşmüş oldu. Keçək növbəti çalışmamıza. 16. 16-da bizə verdiyi sual nədir? Parkda 6 nəfər var. Onların hər birinin yaşını ifadə edən ədəd sadə ədəddir. 6 nəfərin hər birinin yaşı sadə ədədlərlə ifadə olunur. 5 nəfərin hər biri ən kiçiyindən uyğun olaraq 2, 6, 8, 12, 14 yaş böyükdür. Parkdakı adamlardan ən kiçiyinin neçə yaşı var? Deməli, 5 nəfərin hər birinin ən kiçiyindən uyğun olaraq 2, 6, 8, 12, 14 yaş böyük olmasını nəzərə alsaq, ən kiçik deməli uşağın yaşını 1 yaş götürsəm 2 üzəri 1 3 edəcək, bu sadədir. 6 üzəri 1 sadədir, 8 üzəri 1 sadədir, mürəkkəbdir, 12 üzəri 1 sadədir, 14 üzəri 1 mürəkkəbdir. Amma diqqət edin ki, hər birini ifadə edən yaş sadə ədədlər olmalıdır. 1 yaşı nə sadə, nə mürəkkəb olduğuna görə biz birdən istifadə etmirik. Növbəti ədədimizə baxaq. 2. 2 ədədini götürsək, 2 ilə 2-nin cəmi 4 edir. Bu mürəkkəb ədəddir, sadə ədəd olmayacaq. 3 ədədinə diqqət edək. 2 ilə 3-ün cəmi deməli 5 edir. Bu sadədir. 6 ilə 3-ün cəmi 9 edir. Bu mürəkkəb ədəd olur. Ona görə bundan istifadə edə bilmərik. Keçək növbəti ədədimizə. 4 ola bilməz, çünki 4 özü mürəkkəb ədəddir. 5-ə diqqət edək. 5 olsa 2 ilə 5-in cəmi sadədir. 6 ilə 5-in cəmi 11 sadədir. 8 ilə 5-in cəmi 13 sadə ədəddir. 12 ilə 5-in cəmi 17 sadə ədəddir. 14 ilə 5-in cəmi 19 sadə ədəddir. Demək ki, elə parkda olan insanın ən kiçik yaşı elə 5-ə bərabər ki, 5 ilk sadə ədəd ki, ən kiçik götürülüb, digərləri isə verilən vahidlər qədər əlavə olunduqda da alınan nəticə yenə də sadə ədədlər olacaq. Ona görə parkdakı adamların ən kiçiyinin yaşı elə məhz 5-ə bərabərdir. Davam edək növbəti çalışmamıza. Deməli, verilmiş ədədləri sadə vurğulara ayırmaqla onların ən böyük ortaq bölənini tapın. Ən böyük ortaq böləni deməsi bizə məhz onların əbobunun tapılmasını ifadə edir. Əbobun tapılması dərsimizdə izahları verilib ki, verilən ədədin sadə vurğularına ayırırıq və ayırdıqdan sonra hər ikisində iştirak edən sadə vurğuların hasillərini tapırıq. Deməli, 24 və 30 ədədinin əbobunu axtaraq. 24 ədədini vurğulara ayırsaq 2-yə bölünür 10, 2 dəfə 2-yə bölünür 6, 2-yə bölünür 3, 3-ə bölünür 1.
Demək ki, 24 ədədi 2 vur 2 vur 2 vurulsun 3-ə bərabərdir. 30 ədədini vurğulara ayıraq 2-yə bölünür. 10 5 dəfə 3-ə bölünür. 5 dəfə 5-ə bölünür 1 dəfə. Deməli, 30 ədədi 2 vur 3 vur 5-ə bərabərdir. Buradan diqqət edin, hər ikisində iştirak edən vurğular 2 və 3 ədəddir. Demək ki, verilən ədədlərin əbobunu tapsaq, əbob bərabər olacaq 2 vur 3-ə ki, cavab 6 edir. Demək ki, bunların əbobu 6-ya bərabərdir. Ardınca deməli 20 ilə 70-in əbobunu axtarsınız. Hər birini dediyimiz qaydalarda axtarıb cavabları yazacaqsınız. Birbaşa cavabları mən qeyd edirəm. 20 ilə 70-in əbobu məhz 10-a bərabərdir. Keçək növbəti C variantına. 28 ilə 40-ın əbobu deməli 7-yə bərabər olur. 7 deyil. Deməli 28 özü 4 vurulsun 7-yə bərabərdir. 40 isə 4 vurulsun 10-a bərabərdir. Cavab 4-ə bərabər olacaq. 144 özü 12 vurulsun 12-yə bərabərdir. 48 isə 12 vurulsun 4-ə bərabərdir. Demək ki, 24 vurulsun 6, 24 vurulsun 2 şəklində də göstərmək olar. Diqqət edin, 144 ədədi özü 48-ə tam bölünürmü? 6-ya vursaq, daha doğrusu 3-ə vursaq, 3 8-in 24, 2 yadda, 3 4-ün 12 gəlsək, cavab 144 edir. Əgər ədədlərdən biri digərinə tam bölünürsə, bu zaman bunların əbobu məhz verilmiş ədədin kiçiyinə bərabər olacaq. Daha digər sadə vurğularını ayırmağa filan ehtiyac yoxdur. Əbob 44 və 50. 44 4 vurulsun 15 şəklində göstərsək, 50-ni deməli 5 vurulsun 10 şəklində və yaxud 25 vurulsun 2 şəklində göstərmək olar. Demək ki, hər ikisində iştirak edən ortaq vuruq məhz 2-yə bərabərdir. 75 25 vurulsun 3-ə bərabərdir. Bunu 5 vurulsun 5 vurulsun 3 kimi sadə vurğulara ayıra bilərik. 45 ədədinin özünə 3 vurulsun 3 vurulsun 5 kimi parçalasaq, 3 ilə 5 hər ikisində olan ifadədir. Ona görə 15-ə bərabər olur. 5 ilə 3-ün hasili. Növbətiyə keçək. C variantında 64, bir də 84. 64 ədədi 2-nin 6 dəfə hasilindən alınır. 84 isə deməli 84-ün deməli 4 vurulsun 21 kimi yaza bilərik ki, 2 üstü 2 vurulsun 3 vurulsun 7-dir. Hər ikisində iştirak edən ortaq vurğu axtarsaz, məhz 2 üstü 2 alınacaq ki, cavab 4 edir. 52 ədədi 4 vurulsun 13 kimi yazıla bilər. Yəni 2 üstü 2 vurulsun 13 sadə vurğulara ayrılışıdır. 78 isə 6 vurulsun 13 kimi yazıla bilər ki, 2 vur 3 vur 10 3-ə bərabərdir. Diqqət edin, hər ikisində 2 var, həmçinin də 13 var. Ona görə bunların əbobunu 26 götürə bilərik. Digər çalışmamıza diqqət edək. Bizə deyir ki, şifahi tapın və cavabı əsaslandırın. Biraz əvvəl qeyd elədik, əgər verilən ədədlərdən biri digərinə tam bölünürsə, bu ədədlərin kiçiyi məhz onların əbobudur. 80 10-a bölsəm tam bölünür deyə cavab 10-a bərabərdir. 72 18-ə tam bölünür deyə cavab 18-ə bərabərdir. 120-yə tam bölünür deyə cavab 20. 75 25-ə tam bölünür deyə cavab 25-dir. Burada 45-dir. Sonra burada 26-dır. Burada cavab 18-ə bərabər olur. Digərində isə 32-yə bərabər olur. Üçüncü tapşırığa baxaq. Deməli, bərabərliyin doğru olması üçün dəyişənin bir neçə qiymətini tapın. Əbobları 30 ola bilməsi üçün ola bilər ki, x-in qiyməti məhz 30-un özünə bərabər olsun. Ola bilər ki, 60-a bərabər olsun. Ola bilər ki, məhz 90-a bərabər olsun və yaxud 120-yə bərabər olsun. Nəyə görə? Çünki verilən ədədlərin hər biri 30-a tam bölündüyünə görə bunların əbobu məhz 30 şəklində də göstərilə bilər. Sonra digər m ədədi 20 ola bilər, 40 ola bilər.
60 ola bilər, 80 ola bilər və s. ədədlərdən birini yazmaq mümkündür. C variantında K-nın qiyməti birbaşa əgər özünə bərabərsə, o zaman K ədədi 20-nin tam bölündüyü ədədlər ola bilər. 1 ola bilər, sonra 2 ola bilər, 4 ola bilər, 5 ola bilər, 10 və 20 özü də iştirak edə bilər ki, bunların hər birini yazdıqda cavab məhz verilən ədədin özünə bərabər olacaq. Keçək növbəti 4-cü çalışmamıza. Sadə vurğulara ayırmaqla onların ən böyük ortaq bölənini tapın deyir. Biz də bunu bilirik ki, məhz qısaca əkobud deməkdir. Əkobudun tapılması qaydası isə belədir ki, sadə formada olan iki ədədin əkobudunun tapılmasını bilirik. Amma 3 ədədin əkobudunu taparkən isə nə edirdik? Verilən ədədləri nümunədə göstərdiyi kimi hər birini sadə vurğulara ayırırdıq. Sonra isə üzrlü sayın əbobdur, əkob deyil, diqqətsizlik oldu. 3 ədədin əbobunu taparkən 3 ədədin hər birinin vurğuları ayırırıq. Sonra isə hər birində, daha doğrusu hər üçündə iştirak edən vurğular götürüb hasillər şəklində hesablayırdıq. 20, 45 və 65. 20-nin sadə vurğuların ayrılışını yazsaq, bizə verəcək 2 vur, 2 vur, 5. 45-in sadə vurğuları ayrılışı 3 vur, 3 vur, 5-ə bərabərdir. 65-də isə 5 vurulsun 10 3-ə bərabərdir. Hər üçündə iştirak edən ortaq vuruq 5 olduğuna görə cavabımız da elə 5-ə bərabər olur. B variantında 54-ün sadə vurğuları ayrılışına baxaq. 2 vurulsun, 3 vurulsun, 3 vurulsun, 3-dür. 72-də isə 2 vur, 2 vur, 2 vur, 3 vur, 3-dür. 90 isə 2 vurulsun, 3 vur, 3 vurulsun, 5-ə bərabərdir. Hər üçündə iştirak edən deməli bir dənə 2 varımızdır. Sonra 2 dənə 3-lər varımızdır. Demək ki, bunların əbobu bizə verəcək 2 vurulsun 3 vur 3-ə, bu da 18 edir. Cavab 18-ə bərabər olacaq. Keçək C variantına. C variantında yenidən vurğulara parçalayaq. 28 ədədi 2 vurulsun 2 vur 7-yə bərabərdir. 42 ədədi 2 vur, 3 vur, 7-dir. 70 ədədi isə 2 vur, 5 vur, 7-yə bərabərdir. Hər üçündə 2 və 7 iştirak elədiyinə görə cavab 14-ə bərabər olacaq. 30 ədədini vurğulara ayıraq. 30 ədədi 2 vurulsun, 3 vurulsun, 5-ə bərabərdir. Sonra 45 gəlir. 3 vur, 3 vur, 5-dir. Sonra 75 gəlir. 75 3 vurulsun, 5 vurulsun, 5-ə bərabərdir. Hər üçündə iştirak edən vuruq məhz elə 3 ilə 5-in hasilidir ki, bu da 15-i verir. Keçək növbəti ədədlərimizə. Növbəti ədədlərimiz 32-dir. Bu 2-nin 5 dəfə hasil olacaq. Sonra 48 ədədi 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 3-ə bərabərdir. Növbəti 80 ədədimiz 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 5-ə bərabərdir. Hər üçündə iştirak edən məhz 4 dənə 2 olacaq ki, bunların hasilləri bizə verəcək 16-nı. Növbətiyə baxaq. 52 ədədi 2 vurulsun, 2 vurulsun, 13-ə bərabərdir. 78 2 vurulsun, 3 vurulsun, 13-ə bərabərdir. Digər ədədimiz 104 olur. 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 13 olacaq. Hər üçündə iştirak edən deməli 2 və 13, 2 və 13 və 2 və 13. Demək ki, cavabımız 2 ilə 13-ün hasili 26-ya bərabər olur. Keçək növbəti çalışmamıza. Artıq qüvvət şəklində verilən ifadələrin əbobunun tapılmasını istəyir. Qüvvət şəklində verilən ifadələrin əbobunu taparkən diqqət edin ki, hər ikisində iştirak edən sadə vurğu seçirsiniz. Həmin sadə vurğun isə qüvvəti kiçik olanını götürürsünüz. Diqqət edin, A ilə B-nin əbobunu axtarsaq, A ilə B-nin əbobu bizə verəcək. 3 hər ikisində iştirak etmir. Ona görə 3-dən istifadə etmirik. 5 hər ikisində iştirak edir. 7-lər iştirak etmir. 2-lər iştirak etmir. 11-lər iştirak etmir. Deməli,
Sadə olaraq ədədin özü, sadə ədədimiz 5 olacaq. Amma qüvvətinə baxaq, birində 2, birində 1 olduğuna görə kiçiyini götürürdük ki, cavab 5 üstü 1 və yaxud 5 kimi yazılacaq. B variantına diqqət edək. Deməli, 2 hər ikisində iştirak edir yazacağam. Sonra 3 hər ikisində iştirak edir yazacağım və 5 hər ikisində iştirak edir. Bunu da qeyd edirəm. Baxıram qüvvətlərinə. 2 dənə qüvvətdə ədəd burada, 3 burada olduğuna görə 2-ni götürəcəm. 1 burada, 1 burada, hər ikisində eyni olduğuna görə 1-ni götürəcəm. Birində 2, birində 1 yazdığına görə kiçiyi götürəcəm və 2 üstü 2, 4, 3, 5. Cavab 60 olacaq. Davam edək növbəti çalışmamıza. Deməli, sadə vurğulara ayırmaqla ədədlərin qarşılıqlı sadə ədədlər olduğunu göstərir. Bizə qaydalarda verilib ki, əgər verilən ədədlər qarşılıqlı sadə ədədlər olarsa, bunların ortaq sadə vurğu yoxdur. Ortaq olan vurğunu bir şəklində göstərmək olar və əbobları da elə cavabını bir şəklində qeyd edirik. İndi isə diqqət edək. 6-cı tapşırıqda 24, deməli, sadə ədədlərin hasilləri şəklində yazsaq, olacaq 2 vurulsun, 2-nin üstü 3 vurulsun 3-ə, 35 isə 5 vurulsun 7-yə bərabərdir. Heç biri ortaq vuruq digərinə iştirak etmədiyinə görə, ona görə bunlar qarşılıqlı sadə ədədlər olur. Demək ki, bu doğrudur. 13 və 18. 13-ün özü sadə ədəddir, 1 vur 13-ə bərabərdir, 18 isə 2 vur 3-ün kvadratdır. Heç bir ortaq sadə vurğu yoxdur. Ona görə bu da qarşılıqlı sadə ədədlərdir. 12 və 17 bunlar da qarşılıqlı sadə ədədlərdir. 19, 23 qarşılıqlı sadə ədədlərdir. 25 və 49. 25 5-lərin hasili, 49 7-lərin hasilidir. Ona görə ortaq sadə vurğu yoxdur, qarşılıqlı sadə ədədlərdir. 21 3 vur 7, 44 2 vur 2 vur 11-ə bərabərdir. Ortaq sadə vurğu yoxdur deyə qarşılıqlı sadədir. 28 2 vur 2 vur 7-dir. 33 3 vur 11-dir. Ona görə qarşılıqlı sadə ədədlərin hasillərinə bərabərdir. 7-ci çalışmamızda bizdən tələb elədiyi nədir? Ədədlərin qarşılıqlı sadə ədədlər olub-olmadığını müəyyən edin. Artıq biz ədədlərin qarşılıqlı sadədirmi, yoxsa deyil, onları təyin edirik. 5 və 7 hər biri sadə olan ədədlər, hər ikisi ayrı-ayrı da sadədirsə, bunlar qarşılıqlı sadə olacaq. 11 və 13 həmçinin. Bir şey yadda saxlamaq lazımdır ki, qarşılıqlı sadə ədədlər ardıcıl gələn natural ədədlərdir və ardıcıl gələn tək natural ədədlər ki, bunların hamısını qarşılıqlı sadə ədədlər kimi götürmək olar. Ardıcıl gələn tək natural ədədlər olduğuna görə qarşılıqlı sadədir. Ardıcıl gələn tək natural ədədlər olduğuna görə qarşılıqlı sadədir. 14 və 24. Ədədlərin hər ikisi cüt ədədlər olarsa, bunlar qarşılıqlı sadə ədədlər olmur. Diqqət edin, yenə hər ikisi cüt ədəd olduğuna görə qarşılıqlı sadə deyil. 21 və 22. 21 ilə 22 ardıcıl gələn natural ədədlər olduğuna görə, ardıcıl gələn natural ədədlər də, biraz əvvəl dedim, ardıcıl gələn tək natural ədədlər də qarşılıqlı sadə ədədlər olur. 35 5 ilə 7 hasilinə bərabərdir. 44 2 vur 2 vur 11 hasilinə bərabərdir. Ortaq vuruq olmadığına görə məhz qarşılıqlı sadə ədədlərdir. Sonra keçək, davam edək. Hesablama aparmadan ədədlərin qarşılıqlı sadə ədəd olub-olmadığını müəyyən edin. Deməli, 17 ilə 18 biraz əvvəl dedik, ardıcıl gələn ədədlər olduğuna görə qarşılıqlı sadədir. 7 və 11 hər ikisi sadə olduğuna görə qarşılıqlı sadədir. 20 və 21 ardıcıl gəldiyinə görə qarşılıqlı sadədir. 18 21 ortaq vurğu 3 olduğuna görə qarşılıqlı sadə sayılmır. Bunlar ardıcıl gəldiyinə görə qarşılıqlı sadədir. 16 24 hər ikisi cüt olduğuna görə qarşılıqlı sadədir, sayılmır. Ardıcıl gəldiklərinə görə qarşılıqlı sadə ədədlər sayılır. 9-cu çalışma, hesablama aparmadan cavabların səhv olduğunu izah edin və doğru cavabı tapın. Deməli, nəyə diqqət edirik? 25 və 75. Biz biraz əvvəl dedik ki, əgər ədədlərdən biri digərindən tam bölünürsə, bunların əbobu məhz onların kiçiyinə bərabərdir. Və diqqət edin ki, verilən ədədlərdə əbobları taparkən əbob kiçik ədəddən böyük ola bilməz. Ona görə bu cavab yanlışdır. Bəs doğru cavab hansıdır? 25. Növbəti 188 və 189 ardıcıl gələn natural ədədlər olduğuna görə qarşılıqlı sadə ədədlər və qarşılıqlı sadə ədədlər olduğuna görə əbobu məhz 1-ə bərabərdir. Digərinə diqqət edin. 100 və 100. Eyni olan ədədlərin hər birinin əbobu məhz özünə
bərabər olur. Ona görə cavab elə 100-ə bərabər olur. Diqqətinizə görə çox sağ olun. Növbəti çalışmaların həllini inşallah növbəti videoda paylaşacağam.